İndi isə mən söz vermək istəyirəm. Mənim bir oğlumun qaynatası, qaynası Ələkbər dayı və Ulduz xanıma dəvət edirəm bura. Bir ürək sözlərini deyin Səttar müəllimə. Coşkun, sən də gələ bilərsən, dəstək verə bilərsən. Söz verdiğinize göre çok sağ olun. Teşekkür ederim. Oradan da Səttar müəllim hakkında o kadar etraflı, geniş danışlar ki, izahatlar, yani öyle bir söz kalmadı diye biz. Özü hakkında malumat verdi, çok müfəssəl malumat verdi. Səttar müəllimin özünün tələbələri dünyanın hər yerində. Alimdir, həkimdir, mühendisdir, çoxdur. Lakin Səttar müəllimlə gün bu da ürəkli hərəkət eləməyinin bir səbəbi də Rumiyə xanımdır. Çünki o həqiqətən ömrünü bir yerdə başa vururlar Allah'ın köməkliyi. İnşallah yaxın günlərdə də yəqin ki, balaların da xeyir işlərini görür. Hamımız düşünürük ki, Faiqə Yusuf'a ailə qursunlar. Ailə qurmaq elə sadə bir məsələ deyil. Mən onlara halal südənmiş qismət eləsin. Gün o gün olsun, Səttar müəllim də uzaq sünət çalsın. Ömrünün axırına kimi şərəflə, ləyaqətlə, nə tək ki, yaşayıb evə yaşasın. Qoy həmişə onun başını uzaylayan Rumiyə xanım da təbrik edir. Buyurun. Sən də elə. Təbrik edirəm, Allah can sağlığı versin. Nəvəl nəticə sahib olasınız, həmişə üzünüz gülsün, qəlbiniz gülsün, belə mehriban olun. Söz düşmüşdən bir də sözümüzü deyə sonra söz çatmadı. Dayı, təbrik edirəm səni. Doğrudan, yəni, bir dayı kimi yox, belə deyək də, yəni... Mən yeri gəlində səndən həm dost kimi, həm qardaş kimi, yəni... Belə deyək də, yaşın fərqi yoxdur. Bütün, yəni, hər yaşda sən... Yəni, necə var eləsən də, doğru. Hamıyla, yəni, yaşına görə, yəni, tərcih edirəm. Allah sən canını sağ eləsin. Yaxşı ki, sən varsan. Təbrik edib bir daha. İnşallah xoş günlərini, xoş günləri daha doğrusu görürsən. Bundan da yaxşı günlər görmək qismət olsun. Sağ olun. Bundan da yaxşı günlər nəvədir. Allah onu bilsin. Səttar dayı, təbrik edirəm sizi, var olasınız, Allah sizə can sağlıq versin. Hər bayramda, hər belə xoş günlərinizdə ilk mesajımız sizdən alır. Səttar dayı heç vaxt gözləmir ki, böyütmənəm, belə hər zaman öz böyüklüyünü göstərən insandır. Təbrik edirəm sizi, Allah sizə can sağlıq versin. Hər zaman günümüzü sizin xoş mesajlarınızdan açar inşallah. Çox sağ olun. Bir tuş. Bravo. Genceden gelen yükün kurbanı, gencenin yolları vurma vurma. Genceden gelen
oynama Olma dersin üzmesi Çalışık telli sazda ruh haline gelmesi Çalışık telli sazda ruh haline vermesi Alkışlar Ahmet Biltuş. У нас этот маэстро сейчас будет нам очередные сюрпризы предоставить. Пока маэстро готовится, я хочу предоставить слово Азере. Вы не угорели, то есть совершенно не вышли. Я хочу вас пригласить сюда, пока что у вас маэстро готовится. Ваши... хотите, я вам могу дать, вы можете вместо, как вам удобно. Да, давайте, сейчас, минуту. Сетта. Сегодня юбилей моего племянника Саттара. Он не является вроде бы племянником, как бы, но его отец мой двоюродный брат. Просто мой отец был на 20 с чем-то лет моложе. Получается, что да, как-то мы вместе но а так больше двоюродная тетя я его. В общем, сегодня у него такой счастливый день, юбилей 70-летий. Ему не дашь 70 лет, правильно? Выглядит он на 50 выглядит, правильно? И машалла, энергия на 50. Да. Дай Бог ему еще 50 лет прожить, с такой же энергией, быть таким же веселым. Мы иногда приезжаем в Чаки, и у нас чествуют все время, приглашают в гости. Это как наш родной дом. И я ему пожелаю чего? Прежде всего, ему здоровья, правильно? Самое главное. И чтобы скоро он нас пригласил на свадьбу моих детей. Чтобы внуки были, и мы все бы порадовались. Вот. И чтобы детские голоса раздавались, да? Они мечтают об этом, и я, и он об этом мечтает. Чтобы мечты ваши скоро сбылись, и şadlıklarda görüşen. Memnun oldum. Спасибо большое за прекрасные слова и хорошие пожелания. Я сейчас хочу приглашать
нашего великого музыканта, маэстро Джейхон. У него, как вы знаете, интернациональный репертуар. Он приготовил что-то интересное сейчас у нас, для нас. Раз. Teşekkür edirəm Faiz Spasibo başlığı. Səttar müəllim, gözdəyməsin. Bu il yubileylər ilidir. Mən Faiqə deyirəm. İnşallah iyunda da 5-10 gündən sonra mənə də 50 illiyimdir. Yəni, təşəkkür edirəm. İyun ayı Kasıb Sabir demişkən, Mirzə Rəkbər Sabir demişkən. Kasıb ayıdır da, meyvə ucuz, tərəvəz ucuz, hava isti. Elə kasıb da ad gün eləyir, varlı da ad gün eləyir. Ona görə də Allahın bizə verdiyi lütfdür. Allah sizə can sağlığı versin. Bu il Faiq qardaşımızla apreldən təbrikləşdik. Onda da yubiley rəqəmi idi. Sizdə də, bizdə də. Allah sizi var eləsin. Hər zaman belə güləriz olun. Mənə çox xoşum gəldi və ləzzət elədi. Faiq mənə həmişə deyirdi, Şəkiyə gedək. Mən Şəki torpağını çox sevirəm. Çünki ora məni bağlayan insanlar var. Allah rəhmət eləsin, böyük insan, böyük şair, Bəxtiyar əmi Vahabzadə, o ocaq, o ailə, Şəkinin musiqi dünyası, Şəkinin tarixi dünyası, Şəkinin ədəbiyyat dünyası. Hətta məşhur türk tarixçisi İlber Ortaylı bilirsiniz nə deyib? Deyib, mən ömrümün elə qalan hissəsini məndən sorun olmasa, mən gəlib Şəkidə yaşayaram. Çünki Şəki bütövlüklə Qafqazın ən gözəl regionu hesab olunur. Bizim də dağlara yaxındır, ona görə də ürəyimizlə bir yerdəyik, hər zaman da sevirik oranı, inşallah da gələcəyik. Sizi təbrik edirik, gürültülü alqışlar gəlsin. Səttar müəllim, Nurmiyə xanım və bu anı sizlər üçün səslənir. Bu, uzaq Kaliforniya sahillərindən, İspan dilli əhalidən gələn bir musiqidir. Historia de un amor. Muchos gracias, señores, señorita. Təqsir dəvət edin, hanımları bəylər. Estás más en mi lado, corazón. En el alma solo tengo soledad. Si ya no puedo ver que mover mi recuerdo para poder sufrir más. Siempre fue esto la razón de mi existir. Adorarte para mí obsesión. Y en tus besos encontraba el calor que te brindaba el amor y la pasión. Es la historia de un amor como no hay otro igual, que me hizo comprender todo el bien, todo el mal, que le dio luz en mi vida, apagándola después. Ay, qué vida tan oscura, sin tu amor no viviera. Ya no estás más en mi lado, corazón.
olsun, təbrik edirik. Səttar müəllim, çox sağ olun. Belə gözəl musiqi pərəst ailəsiniz. Çox gözəl, çox şadam, inanırsınız ki, bugün sizləri görməyə tam. Mən elə belə də təsəvvür edirdim. Əyləşin yerinizdə və sizlər üçün gözəl bir əsərim gəlir. Faiklə biz fikirləşdik ki, bugün gözəl bir proqram edin. Mənə elə gəlir ki, alındı. Faik qardaşıma gürültülü alqışlar gəlsin dostlar. Ələsgərov Faik, Şahmat çempionu, dünya çempionu, dostluq çempionu, qardaşlıq çempionu. İnşallah ailə həyatı da quracaq, olacaq gözəl bir ər. Alqışlar gəlsin dostlar. Və sizlər üçün kompozisiyam gəlir. Əsərlərimdən biridir, Atəşlə rəqsdir. Mən istəyirəm ki, bizim bu balaca balamız var, bayaqdan kompüterlə oynayırdı. Faik nədir o balaca qaqaşımızın adı? Nizami. Nizami balamızı bir alqışlayaq, gürültülü. Nizami bayaqdan kompüterə baxırdı. İndi görür ki, yox, kompüterdə də yaxşı məsələlər var. Nizami, mən səni öpürəm, sənin toyunda inşallah. Alqışlar gəlsin. Gəlsin əsərimiz dostlar. İndi isə söz vermək istəyirəm Elmira xanıma. Мы не забыли просто. Ждали момента. Buyurun. Müəllim, biz gecikdik. Çox xoşbəxtəm, çox şadam ki,
Yaxına tutun. Sizin məclisdə iştirak edirəm. Bizə də çox xoşdur. Çox sağ olun. Allah can sağlığı versin. Sağ olun. Həmişə bax belə məclislərdə görüşək, iştirak edirik. İnşallah Allah qismət edir, qoy məclislərdə. İnşallah. Allah Ama kalma ilerler. Naz eyleme. Один, ноль. Аплодисменты.
натурально olsun. Она как на паспорт течет. Сейчас чай готовится, торт тоже готовится сейчас на подачу. Но пока мы ждем, Джейхон, маэстро Джейхон будет исполнять мою любимую песню. Начнем с этого. Это великий Юсиф Отурда. Великий польский вальс. Композитор Анинский. Я думаю, 16 век, 16-17. Полонез. Спасибо, Фаик. Все, пожалуйста, садитесь, послушайте, пожалуйста, песню. Polonez, dорогие друзья. Əgər diqqətiniz məndənsə bir alqışlar istəyirəm Səttar müəllimin şərəfinə. Sağ sol, doktorlar nəsə zəif çıxış edir. Yəqin başları qarışıb epikrizə. Deməli, San Francisco'daki konsertlərimizin birində, o da sağ olsun, Faik qardaşım bir də onu qeyd edeyim ki, Azərbaycandan Amerikaya və yaxud o yaxın ölkələrə gedən bütün Sevişmi kulak aslında. Azərbaycandan ən yaxın ölkələrə gedən insanları hər zaman Faik qardaşım qarşılayır. Onları orada razmişət edirlər, dostluq edirlər, cəmiyyətlə tanış edirlər. Orada çox böyük işlər görüblər. Onu mən sizə bir açıvidis deyim də, bir açıvidis İverayatnova. Və Faik orada bir-iki dəfə olmasa da çox böyük miqdarda konsertlərin təşkilatçısı özü olub. Biz də oradakı insanlara musiqi sovqatı bəxş eləmişik. Konsertlərin birində Faik, dedim ki Faik, elə burada hamı rəqs eləyir, hamı öz ürək mahnılarını istəyir. Nəsə sən mənə həmişə hər şey istəmirsən, heç vaxt deməmsən ki, Ceyka, sən mənim dostumsan da, bir filan şey mənə ifa elədi. Sən istədiyin musiqi yoxdur ümumiyyətlə. Sən nə sevirsən? Dedim, mən bir səndən xoşlayıram. Sən bir dənə, ne dedi? 99-cu ildə, 2000-ci ildə bir albomda Polonez Aginskova ifa eləmişsən. Deyirəm, o həyamından qalan əsər deyə, mən onu klassiklər üçün ifa etsən, deyir, nə danışsan, orada böyük bir fəlsəfə var, orada böyük bir musiqi var, orada böyük bir dəyər var. Mən götürdüm o musiqini ifa elədim orada. Və Faik də tərəf müqabilində bizim bir Azərbaycanlı balamız idi. Çox gözəl bir rəqs elədilər. Mən baxdım ki, Şivosivi, Kaliforniya, 300 il kompozitorun Aginskinin əsəri, Yoldaş Ələsgərov, Azərbaycan, iki Azərbaycan balası gözəl rəqs edirlər. Bu doğrudan da bir təqdirə layiq alqış idi. Dostlar, indi alqışımız gəlsin. Həmən anı biz bugün burada təkrar eləyəcəyik. Polonez əsəri gələcək və Faik qardaşımdan xahiş edəcəm ki, gözəl bir tərəf müqabili ilə rəqsini eləsin. Gəlsin bizim əsərimiz.
alqışlar gəlsin. Təşəkkür edirəm. Azərbaycanda bu rəqsi hələ oynayan yoxdur. Çünki bu çox qədimi bir əsərdir. Mənə yaşlı insanlar bunu deyər, bu neçə illər əvvəl radyo dalğalarında səslənib və bugünə kimi də yaşayan əsərdir. Mən əgər bunu musiqidə yaşadıramsa, sən də rəqsi yaşadırsan. Alqışlar gəlsin. Səhvər müəllim, davam edirik dostlar.
dostlar, Səttar bəyin şərəfinə, Rumiyə xanımın şərəfinə Allah sizi var eləsin. Rəqs edənlər var olun, qonaq gələnlər var olun, bizə xidmət edənlər var olsun. Təşəkkür edirəm hamınıza dostlar. Çox gözəl bir gecəydi. Allah sizləri var eləsin. Öz şərəfinizə də bir gürültülü alqışlar gəlsin. Çox sağ olun dostlar.